Salam əziz abituriyentlər. Python testlərinin davamına baxırıq. 160-a qədər baxmışdıq keçən dərs. 160-dan sonraki sualları müzakirə edəcəyik. 161. Python dilində yazılmış proqram fraqmentinin icrası nəticəsində ekrana 121 ədədi çıxmışdır. Bu nəticənin alınması üçün ikinci və dördüncü sətirlərdə hansı komandalar yazılmalıdır? Ümumi bir göz gəzdirəndə baxırıq ki, burada P dəyişəni, I dəyişəni, K dəyişəni, belə şeylərdən istifadə olunur. Başqa gördüyümüz şey nə ola bilər? Məsələn, P-nin 0 verilməsi, P-nin 1 verilməsi. Hansı halda hansını veririk biz adətən proqram quranda? Əgər nələrisə cəmləyiriksə, məsələn, I-nin qiymətlərini P-yə cəmləyiriksə, o zaman biz bunu dövrün daxilində P üstəgəl I şəklində yazırıq. Amma P-nin ilk qiymətini 0 təyin edirik ki, 0-ın üstünə hər şeyi toplayaq. Hasil eləyəndə isə, məsələn, i-lərin qiymətini davamlı olaraq vurmaq istəyiriksə, faktorial almaq istəyiriksə deyək, onda P vuru şəklində yazırıq, amma onda da P-nin ilk qiymətini 1 yazırıq. Çünki 0 yazsam, 0-ı i-yə vuracam, yenə 0 alacam, 0-ı yenə i-yə vursam, davamlı olaraq 0 alacam mən. Yəni, bax, bu iki halı nəzərə almaq lazım. Axırda məndən 121 almaq istəyirsə, deməli, burada printdə P plus K 121 olmalıdır. K-nın qiyməti başda 1 verilir və forun daxilində mən əgər K-dan istifadə eləməsəm, belə düşünürəm. K-dan istifadə eləməsəm, K-nı sadəcə sonda P-nin üstünə gəlsəm, onda P-nin qiyməti 120 alınmalıdır ki, üstünə 1 gəlim 121 alım. Bəs mən 1, 2, 3, 4, 5 qiymətləri ilə necə 120 ala bilərəm? 120 sanki 5 Hasılı bir əlaqə verir. Hasili 5 faktorial deyə bilərik də buna. 5 faktorial. Onu mən necə yarada bilərəm? Bax, burada qeyd elədiyim formada. P bərabərdir 1 yazaram. Çünki vurma olacaq orada. Burada da P bərabərdir. P vurulsun i yazaram. i-yə bir dəfə götürüb verəcək 1-i. P-nin ilk qiymətini vurdu 1-ə. Qalındı 1. i-yə götürüb verəcək 2-ni. P-nin qiyməti 1-dir. Vuracaq 2-yə. Oldu 2. Sonra i-yə verəcək 3-ü. P-nin qiymətini vuracaq 3-ə. i-yə verəcək 4-ü, P-nin qiymətini vuracaq 4-ə. i-yə verəcək 5-i, P-nin qiymətini vuracaq 5-ə. 120 alacaq və foru tərk edəndən sonra 120 üstəl 1, 121. Məndən istədiyi bu idi. Yüz altmış dörd. Klaviaturadan daxil olunur 600. N bərabərdir 600 yazdım ben. K da bir siyahıdır. 300, 150, 100 və s. R bir qiymətdən ibarət olan bir siyahıdır. I sıfırdır. Gəlirik dövr hissəsinə. Dövrün şərtində soruşur ki, nə qədər ki, ədəd n sıfırdan böyükdür, dövrü təkrarla. Ədədimizin qiyməti 600-dür. Sıfırdan böyükdür, bəli. Ona görə dövrə giririk, alırıq t-ni. T bərabərdir 600 tam bölünsün k i. İ'miz də sıfırda, yəni k sıfıra. K sıfırımız da 300-dür. Onda t neçə olacaq? 600 bölü 300 tam bölmə, 2 xətlə bölmə. Bizə verir 2. N bərabərdir. N 600 çıxılsın. T 2-dir, vurulsun. K 300. Oldu 0. I isə oldu. 0 idi, oldu 1. R listinə append olundu. 1 var idi içində, bir dənə də axırına əlavə olundu. Integer T. T onsuz da ədəd idi. Heç orada integer yazmanın bir mənası yox idi. 2-ni əlavə elədi ora. Sonra while-ə qayıtmaq istəyəndə n sıfırdan böyükdürmü? N-in son qiymətini ilə 0 almışıq. Ödənmədi. Ona görə dövrə girmədik. Dövrdən sonra if i neçədir? 1.
Eğer 1 2'dən fərqlidirmi? Eğer listi 2 qiymətdən ibarətdir. Bunun indeksi 0-dır, bunun indeksi 1-dir. 1 indeksində duran qiymət 2-dir. 2 2-dən fərqlidir, xeyr. Ona görə if-ə girmirik. Else tərəfdə print k-i vur 50. K-i hansı? K1 yəni. i1-də k1 vur 50. K1'imiz bizim 150'dir. 50'ye de vuranda 7500. Hə, 254-cü sualda var səhv. 254-də və 255-də ikisində. Orada 3 yerini 2 olmalıydı. Sonra 171. Proqram icra olundan sonra ekranda nə çap olunacaq? X1 boş siyahıdır, X2 boş siyahıdır. N'in qiyməti 10'dur. İ'nin qiyməti 1'dir. Gəlirik dövr hissəsinə. Bax, burada gördüyüm şey odur ki, i'nin qiyməti 1'dən başlayır və onun özünə bərabər olanda da dövrə girir. Yəni 1-də də, 2-də də, 3-də də, nöqtə, 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 axırda 10'da da girir while-a. Onda belə çıxır ki, 10 dövr olmalıdır burada. Hər dövrə girəndə isə X1-ə, yəni boş siyahıya append olunur. Əgər 10 dövr varsa, onda 10 dəfə append işləyəcək. Hər girəndə nəyə append eləyir? i1 olanda 1'in kvadratı, i2 olanda 2'nin kvadratı, 3 olanda 3'ün kvadratı, 4 olanda 4'ün kvadratı və 10 olanda 10'un kvadratı 100. While bitəndən sonra i'ni verib 1. Və yoxlayıram burada. N i'dən böyükdürmü? İ'ni də 1-1 artıracağım da burada yenə də. Burada da artırırdıq 1-1. N'imiz i'dən böyükdür, yəni 10 böyükdürmü i'dən? Deməli, i 1 olaraq girir içəri və axırda 10 olanda while-a girə bilməz. Deməli, belə çıxır ki, bu dəfə 9 dövr var. Əgər i-nin 1 qiyməti ilə başlayırsansa, 10-da girə bilməzsənsə, deməli, axırıncı 9-da girməlisən. 9 dövrü var burada. 9 dəfə x2-yə append var. Əvvəl nəyə append olunur? X1-də olan i1-də axı 1 nömrəli indeksdə duran ədədi 2-yə böləndə alınan qalıq. 0. i2 olanda yenə girəcək içəri, append eləyəcək. X1-də 2 nömrəli indeksdə duran ədədin 2-yə bölməsini alınan qalıq. Onun ardınca 3-də duranın qalığı, yəni o kvadrat ədədlər də ki, biri tək biri cüt, biri tək biri cüt getdiyi üçün hər dəfə qalıqlarımla 0, 1, 0, 1 verəcək. Nöqtə, nöqtə. Ən axırda da burada bizdə 100 idi axı. 9-da girirdi axırıncı dəfə. Bunun indeksi 0-dır, bunun indeksi 9-dur. Axırıncı girəndə 100-ün 2-yə bölünməsini alınan qalığı əlavə eləyəcək x2-yə və gedəcək çapa. Mənə elə bir cavab götürmək lazımdır ki, içində 9 dənə qiymət olsun cəmi və 0 ilə başlayıb 0 ilə bitsin. Onsuz da 0 ilə başlayıb 0 ilə bitən yeganə variant A variantıdır. Çaşdırıcı başqa uzun, qısa variant yoxdur. 171 baxdım. 175. A siyahısı verilib. A siyahısında olan təkrarlanan elementləri silən proqram tərtib olunub orada. Proqramın hansı fraqmenti buraxılıb? 2 dənə sətr yoxdur. Həmin 2 sətri tamamlamaq lazımdır. Sualı belə ümumi göz gəzdirəndə, yəni düşünürəm ki, A-dakı təkrarları silmək olar. Yəni oradakı 1, 2, 3, 4 qalsın. Orada yanında olan 3 ilə 2-ni silsin. İçindən silə bilərik. While ilə dövr verib bir-bir indekslər əgər varsa ondan ikincisini sil falan belə bir şey necəsə qurmaq olar. Amma burada başqa bir şey diqqətimi çəkir. Diqqətimi çəkən şey odur ki, T adlanan boş siyahı verilib bizə. Və dövr bitəndən sonra həmin T A-ya mənimsədilib, A çapa verilib. Belə çıxır ki, əgər mən burada forun içində T ilə bağlı heç nə eləməsəm,
T elə boş siyahı olaraq qalsa, mən axırda A-ya boş siyahını mənimsətsəm, onda çapa boş siyahı çıxacaq, heç 1, 2, 3, 4 çıxmış olmayacaq. Yəni mən əmin oluram ki, forun içində T ilə bağlı bir əməliyyat var. Variantlardan da əmin ola bilərik buna. Bunu elə qoyum ki, variantlarda görünsün tam. Hə. Variantlarda nəyi dərhal çıxa bilirəm? Remove məsələsi. Hər dövrə girəndə T-dən nəsə silmək. T-də onsuz da heç nə yoxdur. Orada nəyəsə silmək absurddur. Elə deyil, onsuz da boşdur da T. Ora əlavə eləmək lazımdır. Necə əlavə eləyim? Yəni bax, burada məntiq odur ki, mən T-də olmayan rəqəmləri T-yə əlavə eləyim. Məsələn, 1 burada yoxdur, əlavə elə. 2 burada yoxdur, əlavə elə. 3 burada yoxdur, əlavə elə. 4 burada yoxdur, əlavə elə. 3 artıq var deyə əlavə eləmə. 2 yoxdur deyə var deyə əlavə eləmə. Və sonra alınan T-nin qiymətini qaytar A-ya çapa ver. 1, 2, 3, 4 çıxacaq. Bəs bunun şərtini biz necə yoxlaya bilərik? Əgər T.count x x-a birinci A-dan götürür 1-i. T-nin içində yoxluğunu necə yoxlaya bilərik? Sayı sıfıra bərabərdirsə, onda T-yə append elə x-ə. Bir daha baxın buna. X-a birinci verdik 1-i. Gəldi soruşur ki, T-nin içərisində, T boş listdir. Həmin o x1-də axı sayı sıfıra bərabərdirsə, içinə append elə bir dənə 1-i. Sonra x2 olanda yenə eyni qaydada. Sonra 3-də də, 4-də də. Aman 3-dən 4-dən sonra növbəti 3-ü götürəndə 3-ün sayı T-də sıfıra bərabərdir. Yox, çünki içində artıq var. 1-ə bərabərdir. Append baş vermir. Bir də axırıncı 2-də də yenə də 2-nin T-də olan sayı 0 olsaydı, yəni sayı olmamış olsaydı içində, onda append eləyərdi. Amma içində artıq 2 olduğuna görə append baş vermir. Və for bitir, A-ya verir bunu. Çapa da gəlir. 1, 2, 3, 4. Hardadır bizdə bu variant? D-də. 176. Bu da təzə deyil, yəni biz bundan görmüşük. %100 əminəm ki, siz bundan daha əvvəl görmüsünüz. Bunu alqoritmdə də keçmişik. Pythonda da qabağımıza çıxıb. Klaviaturadan daxil edilən 2 ədədin EBOB-unu hesablayır. Yəni bunun standart quruluşu var. Nə qədər ki, A ilə B biri-birindən fərqlidirlər. Əgər A böyükdürsə, A-dan B-ni çıxır, əks halda B-dən A-nı çıxır. Və while-ın nəticəsində axırda bu iki ədədin ən böyük ortaq böləni alınır. Yəni ədədlərimiz 720 ilə 150-dirsə, axırda 30 alınır. Lap deyək ki, əbu filan söhbətini bilmirsən. Lap deyək ki. Neyərsən? Yerinə qoyub həll edəcəksən də. 720 150-dən fərqlidir, bəli. Gözə bunu belə yazım da. A, B. Fərqlidirlər, bəli. Hə. B A-dan kiçikdir. B A-dan kiçikdir, hə. Onda A çıx B. Çıxırsan bunları, eləyir 570. Sonra yenə fərqlidirlər, hə. B A-dan kiçikdir, hə. A çıx B, bunların fərqi olacaq 420. Yenə while-a girir. A B-dən fərqlidir, hə. B A-dan kiçikdir, hə. A-dan B-ni çıxırsan 270. Sonra yenə while-a gəlirsən. A B-dən fərqlidir, hə. B A-dan kiçikdir, hə. Çıxırsan bunların fərqi deməli nə qədər olacaq? 120. Sonra yenə A B-dən fərqlidir, hə. Bəs B A-dan kiçikdir. Bu dəfə yox. Gedir else B çıxar. Fərqləri 30. Yenə bu bundan fərqlidir, hə. B A-dan kiçikdir. Yox. B A-dan kiçik. Hə. Daha doğrusu bu olur 90. Sonra yenə B A-dan kiçikdir 60. Yenə B A-dan kiçikdir 30. Ondan sonra dövrü bitəcək. 30 cavabı ilə də olan
Təkcə bu variant A variantıdır. Yəni ən pis halda heç əbobun olduğunu xatırlamırdınsa belə həll edib cavab ala bilər. 30 alınır. Ədədləri nə bu? Ümumiyyətlə bu forma, bu alqoritm quruluşu yadınızda saxlasaz yaxşı olar. 2 ədədin ən böyük ortaq bölənini verir. 177. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Funksiya ilə bağlı sual. Hardan başlamaq lazımdır? Həmişə deflə olan sual varsa, defin içini buraxıb, defdən sonraki hissədən başlamaq lazımdır. Yəni, funksiyanın biri budur. Bunu ötürürsən. Yenə funksiya başlayır. Bunu da ötürürsən. Yəni, başlamaq lazımdır buradan. A bərabərdir. Simple 2, 8, 6, 3 qiymətində. Biz simple 2 funksiyasını çağırdıq. 8, 6, 3 qiymətlərində. Girir içəri. X Y-dən böyükdür. Hə. Bəs Y Z-dən kiçikdir? Yox. End olanda ikisi də ödənməli idi. If ödənmədiyinə görə keçdi else X üstəgəl Y. 14. 14-ü return qaytarır. Həmin funksiyanı hardan adını çəkib çağırmışdıq? Funksiyanı buradan çağırmışdım mən. Bura qaytarır 14-ü. Yəni A bərabərdə 14 aldım mən. Düşür aşağı print simple 1 3 5 14 qiymətlərində. Simple 1 funksiyasını 3 5 14 qiymətlərini çağırdıq. Qiymətlər bunlardır. Y vur X 15 üstəgəl Z. 29-u qaytarıram hara? Simple 1-i hardan çağırmışdın ora? Simple 1-i printin içindən çağırmışdın belə. Print 29. $200-ə qədər olan suallarınızı yazın. %83. 183-də nə var ki? Ən rahat suallardan biri deyə 183. Baxın indi. Bəlkə sualın şərtini başa düşməmisiniz. Deyir ki, A-ya, B-yə buradakı cütlüklərdən hansı daxil edilsə, çapa hə çıxar. Baxıram ki, çapa hə çıxması üçün if-ə girmək lazımdır. İfə girməsi üçün A ondan böyük olmalıdır ya da B 14-dən böyük olmalıdır. Məsələn, əgər bu qiymətləri götürsəm, biri A, biri B-dir də, yəni bunların. Əgər bu qiymətləri götürsəm, hə, biri 10, o biri də 10. 10 ondan böyükdür, yox. 10 14-dən böyükdür, yox. Heç biri ödənmədiyinə görə yox çıxacaq. Mənə hələlər lazımdır. Bu variant, bu 7, bu səhvdir. 5 7 olsa, yəni mənə lazımdır ki, birinci rəqəm A-dır, ikinci rəqəm B-dir. Ya A ondan böyük olmalıdır, ya da B 14-dən böyük olmalıdır. Ödənmir. Bu ödənmir. Bu ödənir. A ondan böyükdür. Biri budur. Ödənir. B 14-dən böyükdür. Bu ödənmir. Bu ödənir. B 17-də 14-dən böyükdür. Burada. Bu da A ondan böyükdür. B də 14-dən böyükdür. Burada A ondan böyükdür. Burada da A ondan böyük. Neçə belə qiymət ödəndi bizdə? 1, 2, 3, 4, 5, 6. 6 olmalıydı burada cavab. Hə, bəlkə arxada cavab səhv olub. Burada da cavab 6 olmalıydı.
Y. Deyəsən, bu da cavabda səhv var idi. Y olmalıdır bu da. 184. Deməli, n-ə daxil edirik -34-ü. N bərabərdir. ABS moduldur. Yəni, bunun mütləq qiymətini qaytarır bizə. N olur -34. Sonra bu if-i yoxlayıram. Bu if-lə bir yerdə olan else var burada. Ya if, ya else olmalıdır. If-i yoxlayıram. 34-ü 3-ə böləndə alınan qalıq. 0-dan fərqlidirmi? 34-ü 3-ə böləndə qalıq 1 qalır. 0-dan fərqlidir, bəli. Or olduğuna görə orun yarısı doğrudursa, heç ikinci yarısını yoxlamağa ehtiyac yoxdur. Onsuz da bu artıq true götürülür. Yoxlaya bilərik də 34-ü 2-yə böləndə qalıq 0 alınır. Cütdür, bəli. True, hər iki tərəf truedur. Onsuz da or olduğuna görə yarısı da true olsaydı bəs idi. Bu if ödəndi. Bu if ödəndisə, else-in olma ehtimalı yoxdur. Yəni, printdən heç cür 3 çıxa bilməz. Sonra bu if-in içərisində 34-dür də bizim ədədimiz. Ondan böyük bərabərdir. Hə. Yenə or olduğuna görə ikinci tərəf yoxlamasan da olar. 99-dan da kiçik bərabərdir. Hə. Onda print 0. Nə 0 artıq çapdan çıxıb. Bu if təkdir. If-in else olmalıdır, yoxdur. Deməli, bu if natamamdır. Bir dənə də burada if else olan tam budaqlanma var. Ona da ayrılıqda giririk. Ora girəndə 34 100-dən böyük bərabərdir, yox. N olanda ikisi də doğru olmalıydı. Artıq yarısı düzdürsə, heç ikinci yarısının doğru olması mənə maraqlı deyil. İkisi də doğru olmalıydı. Ona görə if-ə girmirik. Else-da print 2. Bir dənə 0 çıxdı. Bir dənə də 2. Yüz səksən doqquz. Qoşa nöqtə, qoşa nöqtə, yəni bu deməkdir də. Sadəcə A qoşa nöqtə yazılsa, bu əvvəldən axıra kimi deməkdir. Sonra bir dənə də qoşa nöqtə qoyulur ki, yanında addım yazılsın. Məsələn, 2, 5, mənfi. Mənfi addım sağ tərəfdən başlamağı göstərir. Sağ tərəfdən başlayacaqsa, onda B bərabər olacaq. 9 özü daxil olmaqla hər dəfə ikinci qiyməti götürəcək. 7, 5, 3, 1. Yəni bunu və bunu götürdü. Vsyo, bu B siyahısıdır. Sonra isə B-yə append olunur sum B. Yəni buradakı qiymətlərin cəmi B-yə append, əlavə olunur. Cavab Y. %91. 191-i bəlkə də həll edib 19 almışsınız. Funksiyanı buraxıram, başlayıram buradan. A bərabər 289. Burada dövr var. Nə qədər ki A-nın qiyməti 9-dan böyükdür, hər dəfə dövrə girəcəyik. Burada nə alınır? A bərabərdir ədəd 289. Biz funksiyanı çağırdıq. Ədəd funksiyasını. Ədəd funksiyasını 289 qiymətində çağırdıq. Yəni x 289-dur. Həll eləyib baxaq görək nə alınır.
S var burada. X var burada. Q var burada. X'in qiyməti 289'dur. S 0 idi. Gəldik dövr hissəsinə. X sıfırdan böyükdür, hə. Q bərabərdir qalığı. Ona böləndə X-i qalıq 9 qalır. S plus Q 9. X-i 10'a tam böl. 28. Sonra yenə y ilə qayıdırıq. X sıfırdan böyükdür, hə. Q bunun 10'a bölünmədən alınan qalığı. S plus Q. X-i 10'a tam böl. 2 qaldı. Sonra X sıfırdan böyükdür, hə. 2'ni 10'a böləndə qalıq 2 qalır. S plus Q 19. X'i 10'a tam bölürük. 0. Ondan sonra X sıfırdan böyüdür. Xeyr. Y ile bitiririk. Sonra return S. S almışam 19. 19'u qaytarır hara? Həmin funksiyanı çağırdığın yerə. Yəni burada alınır. A bərabərdir 19. Sizə bir sualım var. Bu funksiyanın içərisində S nəyi hesabladı? Rəqəmlərin cəmi. Rəqəmlərin cəmini. Ədədin rəqəmləri cəmi, bəli. Çünki biz hər dəfə Q-yə onu qalıqlı bölməklə 9 verdik, 8 verdik, 2-ni verdik və bunları S-də topladıq. Əvvəl 9 aldıq, üstünə bir dənə 8 gəlib 17 aldıq, üstünə bir dənə 2 gəlib 19 aldıq. Rəqəmləri cəmini aldıq. Niyə bunu soruşdum? İndi yenə lazım olacaq o bizə. A-nı almışam 19 və yenidən burada. Nə qədər ki A 9-dan böyükdür, 2 böyükdür, A bərabər olacaq ədəd 19 qiymətində. Təzədən ədəd 19-u çağırdıq. Əgər funksiya bizə A ədədinin rəqəmləri cəmi verirdisə, onda 19 ilə girəndə orada defin içində nə alınacaq? 10. 10 alınacaq. Bir də o prosesi uzatmayaq da, yazmayaq. 10 alınacaq, bəli. Onda əgər burada A 10 alındısa, yenidən gələndə 19-dan böyükdür, hə? İndi ədəd 10 ilə girir dövrə. Funksiyanı çağırırıq və yuxarıda onun rəqəmləri cəmini alacaq 1. Sonra 1 alandan sonra 9-dan böyükdür, yox. Dövr bitir. Və print A. Yəni bu proqram ədədi rəqəmləri cəmi 9-dan böyük olmayana qədər davam elətdirdi. 19 alındı, sonra 19-un rəqəmləri cəmi 10 verdi, 10-un rəqəmləri 1 verdi, rəqəmləri cəmi bitdi. %197, 198. Əgər yazdığınız sualın nömrəsi varsa, onu təkrar yazmayın. Onsuz da o suala baxıram. Burada rəqəm çox olanda mən nəyisə gözdən qaçıra bilərəm. Hansısa sualınızı. 197. Bəlkə kiminsə yadında qalıb, bu şeyə nə deyirlər? AB bərabər. Aysa, çoxlu mənimsətmə. Buna deyirlər çoxlu mənimsətmə. Əgər biz belə yazsaydıq, A var, B var, C var. Buradan sonraki hissəni yazıram da. A bərabərdir B, B bərabərdir A. Onda nə olacaqdı? Buradan sən alacaqdın A bərabərdir neçəyə? Buradan isə alacaqdın B bərabərdir neçə sizcə? 49. Bəli. Çünki biz A-ya 49 vermişik deyə B-yə də A-nın son qiymətini veririk də. Amma burada elə deyil. Burada eyni anda aparılır deyə bu. Belə deyim də, hal-hazırki qiymətləri verir, sonra təsdiqləyir onu, sonra dəyişirlər qiymətlər. Yəni burada bir sətrin daxilində A-ya götürüb B-nin qiymətini verir.
B-yə də götürüb A-nın qiymətini verir. Bilirsinizmi nə demək istəyirəm? A-ya B-nin qiymətini, B-yə də A-nın qiymətini verdi. Altdakı sətirdə B-yə S-nin qiymətini verir. B olur 36. S-yə isə A-nın qiymətini verir. Burada A-ya B-nin qiymətini verir. S-yə isə A-nın qiymətini verir. A-nın qiyməti onsuz da 49 idi. Son qiyməti yox ha. Bu sətri bütöv eləyib sonra təsdiqləyir onu. Hiss eləmir. Bir yerdə eləyir onu. A-ya 36-nı verdi. S-yə də təzədən 49-u. Və salam. A, B, S-nin qiymətlərini çapa verir yan bayan. Aralarına da vergül işarəsi qoyur. 36, 36, 49. Baxın görüm 198 yazmışsınız. Hı -hı. Deməli, baxaq görək nə var burada. Yenə daxil edirik 6. Dəyişənlərin adlarını bir dənə yazın burada. N-imizin qiyməti onsuz da sabitdir. Bunu heç yazmıram. Var bizdə burada F1, F2, I, bir dənə də qoy bunu silim. F-cəm. Getdik. N-ə 6 daxillədik. I 2-dir. F1-dən F2-nin qiymətləri də 1 idi. Nə qədər ki i-ndən kiçikdir. Düşür aşağı. F-cəm. F-cəm bərabərdir. F2 ilə F1-in cəmi. 2. F1 bərabərdir F2-yə. F1-ə veririk F2-nin qiymətini. Bunu veririk F1-ə. F2-yə veririk F-cəmi. Bunu. İndi bir vayda artırırıq. Yenə while davam edir. i-ndən kiçikdir. F-cəm bərabərdir. F1 üstəl F2. Daha sonra F1-ə veririk F2-ni. 2. F2-yə isə veririk F-cəmi. I plus 1. Növbəti dövrdə F-cəm bərabərdir. F2 üstəl F1. 5. F1 bərabərdir. F2-ni alır. F1 alır F2-ni. 3. F2 isə alır F-cəmi. I plus 1. 5. Növbəti dövrdə i-ndən kiçikdir. F-cəm bərabərdir. F2 üstəl F1. 8. F1 alır F2-ni. 5-i. F2 isə alır F-cəmi. 8. I plus 1. 6. Və sonra 6 altdan kiçikdir. Yox, dövr bitir. Print F-cəm 8. Burada alınan rəqəmlərə, ədədlərə bir dənə fikir verin. Əgər davam eləsəydik 13, 21, 34 belə alına gedəcəkdi. Bu ədədlərdə nə qanun uyğunluğu var sizcə? Fibonacci ardıcılığı. Fibonacci. Və Fibonacci ardıcıllığı deyilir. Fibonacci ardıcıllığı nədir? Əgər hər növbəti ədəd özündən əvvəl gələn ikisinin cəmindən alınırsa, belə ardıcıllığa Fibonacci ardıcıllığı deyilir. 5 2-ni 3-dən alınır. Sonra 3 ilə 5-in cəmi 8. 5 ilə 8-in cəmi 13. 8 ilə 13-ün cəmi 21. Və s. bu qaydada gedir. Bu da Fibonacci ardıcıllığında 6-cı həddi tapırdı. İlk hədlər burada idi qiymətləri. 1, 2, 3, 4, 5, 6-cı həddi verdi. %99. Məsələn, gəl
Nam dəyişəninə verək 50. 50 yaxşıdır da məncə. 50. İ bərabərdir 2-yə. SV boş siyahıdır. Nə qədər ki mənim ədədim birdən fərqlidir. Fərqlidir. Giririk if-ə. If-də isə yoxlayır ki, ədədi i-yə böləndə qalıq 0-a bərabərdir. Ümumiyyətlə, ədədi i-yə böləndə qalığın 0-a bərabər olması, yəni ədədin i-yə tam bölünməsini deyir. Ədəd i-yə tam bölünürmü? i 2-dir də. 52-yə tam bölünür, bəli. Ona görə də SV-yə, SV dəyişən addır. Append olunur i-nin qiyməti. Və ədədi i-yə tam bölür. 25 qalır. Növbəti dövrdə 25 birdən fərqlidir, hə? Bəs 25 2-yə tam bölünür. Bu dəfə ödənmir. i plus 1, i olur 3. Yenə eyni proses. 25 birdən fərqlidir. Bəs 25-i 3-ə böləndə tam bölünür. Yox, i olacaq 4. Yenə 25 4-ə tam bölünməyəcək, i olacaq 5. Ondan sonra 25 fərqlidir birdən, hə? Girir içəridə if şərtinə. Soruşur ki, ədədimiz 25 idi. 25 5-ə tam bölünür. Hə. Onda SV-yə append eləyir. i-nin qiymətin 5-i. 25-i isə 5-ə tam bölür. 5 qalır. Və yenidən ədədim mənim 5-dir. 5 birdən fərqlidir, hə? Bəs 5 5-ə tam bölünür. Qalıq 0 olur. Hə. Ona görə də append edilir 5-i. Ədədi isə 5-ə tam bölür. i-yə. 1 alınır. Ondan sonra 1 birdən fərqlidir. Yox. Gedir fora və bunun elementlərini, bunun qiymətlərini 1-1 print eləyir. Yəni çapa çıxır 2, 5, 5. Ayrı-ayrı. İndi uşaqlar, siz fikirləşin. 50-nin 2, 5, 5 nələridir? Sadə vurğulardır. Sadə qrupları. Sadə vuruqları. Əslində cavabı tapandan sonra bir də burada listin adının SV olduğunu görəndə də tam əmin olursan ki, düz tapmısan. Niyə SV-dir siyahı dəyişənin adı? Sadə vuruqlar. Başqa məncə 200-ə qədər qalmadı. 200-dən sonra 220-yə qədər olan suallarınızı yazın. Bir sıra ilə yazsanız yaxşı olardı, rahat olar. Bax, burada chatda 202 yazılıb. Təkrar yazmayın. 201 yazılıb. Təkrar yazmayın. Baxacam onlara. Yüz bir. Bura baxın. K bərabərdir boş siyahı. Foreign range. Burada i alacaq. Biraz da yaxınlaşdırım. 5-dən 10-a qədər olan qiymətləri. Düşürük aşağıya. K. Hər dəfə K-ya append edirik i kvadratını. Bu da bayaqki suala oxşuyur. Amma i başlayır 5-dən. Deməli, mən bura append eləyəcəm 25, 36, 49, 50, 64, 81 və 100. Bax, belə oldu. Ondan sonra digər bir forda i-yə veririk 1. i-yə 1 verdik. 1-dən 3-ə kimi 1, 2 deməkdir. Ancaq 2 dövrü var. i 1 olanda k 4 çıx i. Yəni k3. Bərabərdir k2 üstəgəl 3. K2 neçədir? K0, K1, K2.
49 idi. 49'un üstünü 3 gəldim 52 oldu. Bilirsiniz haranı 52 elədim? K3'ü. Yazın bura 0, 1, 2, 3. K3'ü elədim 52. Siyahının 3 nömrəli indeksini əvəzlədik, yenilədik. Aşağıda isə K i1 də unutmayaq. 0 bərabər olacaq. Yəni burada indi K2 plus i1 heç onda K3 çıx 5. K3'ümüz elə indi bu dəqiqə tapdıq ki 52-dir. Ondan da 5 çıxanda 47. 47-ni 0 nömrəli indeksə əlavə elədik. Yazım onu ora. 47. 0 nömrəli indeksdədir o. Sonra i oldu 2. Axırıncı dövrdür bu. K, baxaq görək K neçə olacaq burada. 4 çıx 2, yəni K2. K2 bərabər olmalıdır. K3 plus 3. K3'ümüz 52'dir. 52'nin üstünə 3 gəlsəm 55. 55'i K2'ye aldım ha mən. K2 haradır? 49 olan yer. Artıq ora oldu 55. Burada da K i2'dir deyə 2 çıx 1, 1. K1. K3 çıx 5. K3'ümüz bizim K3. K3 yox. i2'də K4 çıx 5. K4'ümüz 81'dir. 81'dən də 5 çıxanda 76. K1'e 76. Bura 76 oldu. Vəssalam. For bitdi. Print K. 47, 76, 55, 52, 81, 100. $202. Funksiyaları buraxırıq. Buradan başlayırıq. X bərabərdir 1, Y bərabərdir 2. D 1, 2. Deməli, bunu həll eləyib, return eləyib, Z-də qaytaracam qiyməti. D1, 2 haradır? Bax, buradadır. D1, 2 funksiyası. D1, 2-ni həll eləmək üçün burada mən alıram X bərabərdir F1. X-in qiyməti 1 dəfə. F1 nədir? O da ayrıca bir funksiyadır. X-in bir qiymətini də çağırdıq. Və burada alırıq X bərabərdir 1 vur 3. Y bərabərdir 3 vur 3. Və onların cəmini return 12. Hardan çağırmışdıq F1-i? Buradan. Y bərabərdir F2. Y-in qiyməti 2 dəxə. Funksiyanı F2 qiymətinə çağırdıq. X 2-dirsə, onda burada 2 vur 3 6. Burada da 6 vur 3 18. Onların cəmi 24. Və X ilə Y-in cəmi 36-nı qaytarırıq. Bu D, X, Y-i çağırdığımız yerə. Yəni bura. Z 36 olduğu üçün çapa çıxır. Z 36. $207. Sual işarəsinin əvəzinə hansı əməliyyat aparılmalıdır? Nə qədər ki n 20-dən kiçikdir, nə istəyir ki bizdən? Hə, S almaq lazımdır. Üst-üstə toplamadır da bunu. Tapın. N-in qiymətləri bizə 2 verilir və hər dəfə 2 artır. Yəni mən N-i davamlı olaraq alacağım. 4, 6, 8. Axırıncı dəfə
18 olanda 18 20-dən kiçikdir. Girəcəm burada onu toplayacağım. Burada cəm var. Yazım doğru cəm. N plus 2 20 alacağım. 20 alandan sonra artıq while'a girməyib print S. Bəs mən burada bu hissədə bu ox qoyduğum yerdə S-ə hər şeyi toplamaq üçün nə yazmalıyam? S bərabərdir. Nə idi o yazılış qaydası? S plus N. N'in qiymətləri hər dəfə 2, 4, 6, 8 olduqca onların S-in üstünə toplamaq. Belə alınacaq da. S-in qiyməti 0 idi, üstünə gəldi 2-ni. Onun üstünə gəldi 4-ü. Üstünə gəldi 6-nı. Üstünə gəldi 8-i. Üstünə gəldi 18-i. 206. Proqram fraqmentinin yerinə yetirilməsindən sonra Y dəyişəni ən sonda burada 105 qiymətini alır. Proqramın yerinə yetirilməsinə qədər X-a hansı qiymət daxil edilib? Yəni, bu X-in qiymətini bilmirəm də, elə X olaraq düşünürəm. X məhsulu olaraq. Həmin X-in qiyməti neçədirsə, mən onu aşağı aparıb bura, Y bərabərdir nə alıram? X kvadratı üstə gəl 21. Sonra həmin Y-ə aldığım qiyməti ondan aşağıdakı məsələdə qoyub X-in yeni qiymətini alıram. 4 vurulsun X kvadratı çıx 21 çıx 75. Və ondan sonra burada aldığım qiymətləri burada istifadə edib X-imizin gəl sadələşdirək də bunu. 4x kvadratı çıxılsın neçə eləyir o? Müəllim, üstə gəl 21 olmalıdır. Hardasa ona baxıram. Hə. Çünki o boyda da olmalı deyil axı düzdür. Üstə gəl deyə burada üstünə xətt düşüb. Gözüm seçmədi onu. Hə, 9 olacaq da orada deyəsən. 89. Hı. X-in qiyməti bax budur. Sonuncu qiymətidir də. Onda olacaq 4x kvadratı üstə gəl 9 üstə gəl. Bəs 2y nədir? Y-in ən son qiyməti nədir bəs? Deyə buradakı. X kvadratı plus 21. Və bu ifadənin qiyməti burada 105-ə bərabər olur ki, həmin 105 sonra çapa çıxır. Bunu bərabər edirəm 105-ə. Tənliyi həll edirəm. 6x kvadratı üstə gəl 50 neçə? 51 bərabərdir 105. X kvadratı bərabərdir 9. Yanda X-in qiyməti plus minus 3. Yəni, bura müsbət və ya mənfi 3 yazsaydım, onda yerinə qoya həll eləyil, axırda 105 alacaqdı. Mənfi yoxdur, müsbət var yerində. 210. A, B, C, D. Başqa var. Başqa dəyişən yoxdur. A-nın qiyməti 12, B-nin qiyməti 2 üstü 3, 8. Pauda qüvvət funksiyasıdır. Yəni 2 üstü 5, 32. A 2-dən böyükdür. Bəli. Onda D bərabərdir. A-nı ona böləndə alınan qalıq. 2. Sonra if. Əgər A-nı ona böləndə alınan qalıq 0-dan fərqlidirsə, 12-ni ona böləndə qalıq 2 alınır. 0-dan fərqlidir, düzdür. D plus 1 oldu 3. Sonra burada C var. C plus D
35. Bir dənə də A bölü 10 var. A 12 idi, indi 2 oldu. 2 2-dən böyükdür, artıq yox. Dövr bitdi. Print CD. Yəni 35 ilə 3. İki yüz on iki. Dediyim kimi PAV qüvvətdir. Əvvəl burada y üstü x-i tapmaq lazımdır. Y üstü x 3 üstü 2 9 verir. Burada da PAV x üstü 9. X-imiz 2 axı bizim. 2 üstü 9. 512. 213. Funksiyanı buraxırıq. A-ya input eləyirik. Univer sözünü. Və f univer funksiyasını çağırırıq. Onda belə çıxır ki, burada A-nın qiymətini biz funksiyada univer kimi istifadə edirik. Univer. K isə bərabərdir len A. Bunun uzunluğu. Neçədir? 5. K bərabərdir 5. S A hərfindən ibarətdir. Sonra for dövrü başlayır. I-yə verəcəyik biz hansı qiymətlər? 1-dən K-ya kimi, 1-dən 5-ə kimi. Əvvəl i-yə verdik 1. Gəlirik burada if-in içərisində if i böyükdür K tam bölünsün 2. Bir dəqiqəyə. K 6 imiş. 6 hərf daxı o. Hə, onda K bölü 2 də bizə 3 verəcək. Əgər i-nin qiyməti 3-dən böyük olsa if-ə girəcəm, olmasa else-ə girəcəm. I-nin qiyməti hələ 1-dir. If-ə girmədiyi üçün else-dəki misalı yerinə yetirirəm. S bərabərdir. S-imiz bizim A hərfi idi. A hərfinin də yanına yapışdırır A1-i. i1-də axı. A1 hansı hərfdir? Gəl hərfləri indeksləyək. 0, 1, 2, 3, 4, 5. N hərfi çıxır, belə çıxır ki. Ondan sonra i olur 2. i 2 olanda yenə if-ə girmir, else-ə girir. İndi s-in qiyməti an. A-nın yanına da bir dənə yapışdırır A2-ni. O da bizdə burada yuxarıda i hərfidir. Ondan sonra i olur 3. i 3 olanda hələ də i 3-dən böyük deyil. Ona görə else-ə giririk. S-in qiyməti ani. Ani üstə gəl, yanına da bir dənə yapışdır A3-ü. Baba. i 4 olur. i 4 olandan sonra artıq if ödənir. 4 3-dən böyükdür. S-in yanına yapışdırır. A i çıx 1-i. A i çıx 1 haradır? i'miz 4-də axı bizim. 3-ü yəni. Bunu bir dənə də yanına yapışdırır. Sonra i5 olur. i5 olanda yenə bu if ödənir deyə bura giririk. S-in qiyməti ANIVV, yanına da bir dənə yapışdırır A4-ü. Yəni E hərfini. Və for bitir. Alınan qiyməti, alınan sözü return S. Funksiya bu sözü qaytarır həmin funksiyanı çağırdığımız yerə. Print
Həmin söz olmuş olur. Sonra bir də baxın bu səhifədən qaldı. Yüz on beş. Yüz on beş. Funksiya harda bitir? Bax, bu funksiya buradadır. Bunu buraxdım. Bu funksiya buradadır. Bunu buraxdım. Başlayıram bax buradan. A int input 8. B int input 5. S bərabərdir F 8 5. F 8 5 funksiyadır. 8 5. X bərabərdir. X vur 3 üstə gəl D 8 5. D 8 5 funksiyadır. Çağırda funksiyanın bu qiymətlərdən. N bərabərdir 8 üstəlik 7 15. N isə bərabərdir 15 üstəl N 5'dir də o 20. Onların cəmi 35'i qaytar çağırdığın yerə. 59. Y bərabərdir. Burada indi D 59 5. D 59 yenə funksiyadır. Aşağıda çağırdıq. 59 5. İndi M-in qiyməti. Bunları təmizləyim. Aha. M bərabərdir alınır. M plus 7. 66. N'in qiyməti isə 66 üstəl 5. 71. Və onların cəmi 137 qaytarılır. Bura. 137 üstə gəl. X də 59'dur. Bu eləyir 196. X də var. Y də var. Onların cəmi 255. Bu 255'i hara qaytarır? Return bunu həmin o F85'i çağırdığın yerə qaytarır. Mən onu buradan çağırmışdım. Onda S255 olduğuna görə print 255. 216. For i in range 1'dən 19'a qədər 2 artacaq. Yəni belə. I S 0'dır, i'miz 1'dir. Düşdük ifə. i'mizi 2'yə böləndə qalıq 1 alınır. i'ni 2'yə böləndə qalığın 1 alınması onun tək olması deməkdir. Yəni i təkdir. Hə, onda S plus i onların cəmi oldu 1. Sonra i 2 addım artaraq 3 olur. Yenə S plus i. Çünki i təkdir də 2'yə böləndə qalıq 1 alınır. Onsuz da həmişə tək olacaq. Çünki 1'dən başlayır və 2 artır, ancaq təkrar alınacaq. Ona görə həmişə bu ifə girəcək. Amma burada bir dənə bir şey ötürdüm bayaq. Bu ifə girəndən sonra bu ifə də girir. Əgər 36 alsaq dayandırır. Break, for bitir. 36 alınana qədər gedəcək. İfə girir S plus i. Bunların cəmi 4. Sonra i oldu 5. Yenə tək olduğuna görə S plus i 9. Aşağı gəlir if S böyük 36 yox, ona görə ifə girmir.
Sonra i olur 7. Təkdir, yenə hə, s plus i 16. 16 36-dan böyük deyil deyə break vermir, yox. Sonra i olur 9. i 9 olandan sonra yenə təkdir deyə s plus i 25. Sonra i olur 11. Yenə tək olduğuna görə s plus i 36. Bir dənə fikir ver. 36 36-dan böyükdür. Yox. Ona görə if-ə yenə girə bilmədi. Növbəti dəfə i-ni yenə 2 vayda artırır 13. Tək olduğuna görə s plus i 49. Artıq 49 36-dan böyük olduğuna görə dövrü bitir. For bitdi. Vaxtından əvvəl dayandırıldı. Print S. S-in son qiyməti 49-dur. %119. B bərabərdir B1. Üstə gəl, neçədir? B3. Dırnaqda ox. For in, bu range zad deyil də, listdir. Bir dəfə ya 0 verəcək, bir dəfə 1 verəcək. Yəni 2 dənə dövr var burada. Bu nə anlam daşıdı, onu bilmədim. Orada niyə B-yə? Hə, B-ni print edir. Hə, vəsə. Əvvəl i 0 olanda print A-yı, A0. Yəni bu hərfi. Bu hərfi. Çapa çıxıb. Sonra i 1 olur. Print A1. O hərfi. Sonra for bitir. Print B. B oxuyaq. Bir də məsələ var burada. Forun içində biz çap elədik bir dəfə B hərfini. Bir dəfə O hərfini. Sonra for qutarandan sonra ayrıca print B var orada. Çap elədik. Oku bir yerdə. Bəs mən niyə bunları yan-baya yazdım? Ona görə ki, buradakı printdə end var idi. End növbəti printi bunun yanına yapışdırır. Yəni sən əvvəl B-ni burada çap eləyəndə end onu bildirir ki, B-dan sonra nə çıxsa yapışacaq B-nin yanına. Yenə mən növbəti dəfə O-nu çap eləyəndə yanında end olduğu üçün deyirdi ki, O-dan sonra da nə çıxsa yapışacaq onun yanına. O-dan sonra mən oku çap elədiyim üçün onu da yapışdırdı yanına. Yanaşı book verdi.